Bugün ilin axır çərşənbəsi, torpaq çərşənbəsidir. Biz də qərara aldıq ki, bir dərsimizi bir sinif olaraq bir yerdə qeyd edək bu bayramı. Hamınızı təbrik edirəm. Axır çərşənbəniz mübarək olsun. Novruz nə deməkdir? Yeni gün, yeni il deməkdir. Bax, bizim yeni ilimiz bu Novruzdan başlayır. Bu yeni ildə hamınıza can sağlığı arzulayıram. Sağlam olun, ata-analarınızla bir yerdə, ailənizlə bir yerdə gələn Novruza qədər güzel, sağlam bir həyat yaşayın. İnşallah. Öpürəm hamınızı, müəllim olaraq sizi çox sevirəm. Bugün sizinlə birlikdə bu bayramı qeyd eləmək çox xoşdur mənə. Bir daha bayramınız mübarək. Hamınızı öpürəm. Bağrıma basıram. Novruzunuz xoş gəlsin. İndi uşaqlar, deməli, Novruz adət-ənənələrimizdən səmənimiz var, göyərtmişik, xonçamızı bəzəmişik. Şamlar yandırmağın mənası odur ki, istilik olsun, ocağımız həmişə yanar olsun. Azərbaycan odlar yurdudur, odlu alovlu ölkədir. Bu şamları yandıranda belə bir adətimiz var, deyirik ki, şər getsin, xeyir gəlsin. İndi hamımız bir yerdə deyirik, şər getsin, xeyir gəlsin. Sağlamlıq, xoşbəxtlik bizimlə olsun. Gəlin belə yazaqlar, elə hamımız birlikdə şamlarımızı söndürürük. Sonra